Naxçıvan Dövlət Universitetində də 2 fevral Azərbaycan Gəncləri Gününə həsr olunan tədbir keçirilib. Əvvəlcə Texnoloji Transfer və İnnovasiyalar sektorunun, İdman klubunun, Memarlıq və Mühəndislik fakültəsinin müəllim və tələbələrinin əl işlərindən, nailiyyətlərini əks etdirən diplom və kuboklarından ibarət sərgiyə baxış olub. Ali Təhsil Ocağının rektoru Elbrus İsayev çıxış edərək Azərbaycan Gəncləri Gününün təsis edilməsinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Ölkədə gənclər siyasətinin bir mərkəzdən idarə olunması məqsədi ilə Gənclər və İdman Nazirliyinin yaradılmasını xüsusi vurğulayan rektor qeyd edib ki, bugün Azərbaycan gəncləri dövlətin əsas dayağı və aparıcı qüvvəsidir. Universitet gənclərinin uğurlarından bəhs edən rektor onların elmi fəaliyyətlərinə xüsusi diqqət çəkib. Qeyd olunub ki, 2025-ci il ərzində Naxçıvan Dövlət Universitetinin bakalavriat pilləsində təhsil alan tələbələr tərəfindən yazılan 150-dən çox elmi məqalə yerli və xarici jurnallarda, konferans materiallarında dərc edilib. Elbrus İsayev gəncləri təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirdə digər çıxış edənlər dövlətin apardığı gənclər siyasətindən, eləcə də Naxçıvan Dövlət Universitetinin gənclərə göstərilən diqqət və qayğısından bəhs ediblər. Tədbirin mükafatlandırma mərasimində universitetin könüllülük, mədəniyyət, idman, innovasiya sahələrində fəallığına görə seçilən tələbələrə, həmçinin tələbə təşkilatlarının bir sıra fəal üzvlərinə təşəkkürnamələr təqdim edilib. Bədii hissədə İncəsənət Fakültəsinin musiqi qruplarının ifalarında müxtəlif nömrələr səsləndirilib. Sonda Gənclər Gününə həsr olunan video çarx izlənilib, xatirə fotosu çəkdirilib. Gülay Tahirli, xanım Rüstəmzadə, Akşin Məhərrəmov, NTV Xəbər.